Salam, xoş gördük hamınızı. Bu günlərim qurabiyə pişirmək istəyirəm. Sizinlə də paylaşmaq istədim. Bu resepti çox yaxşı reseptdir. Yumurta əlavə edirik. Miksera ehtiyac yoxdur bu qurabiyəni pişirəndə. Ancaq ki elə belə çırpıcıyla çırpırıq. Biraz olsun, bəs eləyir. Yumurtaları çalırıq birinci. Sonra bir stəkan şəkəri əlavə edirik. Yumurta ilə şəkəri birlikdə çalırıq. Yumurta ilə şəkəri də belə çaldırıq çırpıcıyla. Sonra bir stəkan duru yağ əlavə edirik. Bunu da yağla belə qarışdırırıq. Yumurta, şəkər, yağ. Sonra vanil əlavə edirik. 2 paçka vanil lazımdır. Soda, 1 çay qaşığı soda. İndi də unu əlavə edirik. Ələ yapışmayan bir xəmir alınacaqdır. Xəmirimiz hazırdır. Belə bir xəmir alındı. Biraz ələ yapışan xəmirdir. İndi ona görə qoyuram ki, biraz qalsın. Biraz qalsın, özünü tutsun ki, ələ çox yapışmasın. Belə bir xəmir alınır. İndi qalsın, üstünü örtmürük heç nə. Sadəcə qoyuruq. Burada belə qalır biraz. Elə bir ki, dinlənsin. Mən də başqa işlərimi görüm bir 15-20 dəqiqəyə. Gəlib artıq hazırlayacağım bunu. Xəmir qaldı biraz. Hardasa bir 20 dəqiqə qaldı. Belə yaxşı bir xəmir alındı. Ələ də yapışmır. Amma yoğuranda mən əlimə yapışırdı. Qoydum, biraz qaldı. İndi tamam xəmir özünü tutdu deyə heç ələ də yapışmır. Belə yaxşı bir xəmir alındı. İndi bundan artıq başlayım. Düzəldim, listlərə qoyum, bişirim. Beləcə yumrular eləyirik xəmirlərdən. İndi ortasını belə eləyib, ortasına cem qoyacağım. Bu bir porsiyadır. Bundan çox çıxmır. Kim çox istəsə 2 porsiya eləyə bilər ki, biraz çox çıxsın. Və beləcə mən toxmaq götürdüm bu püreni əzmək üçün. Onunla eləyirəm. Belə bir şey götürməlisiniz. Onunla beləcə bu ortasında belə yer açırıq ki, ora cemləri qoyacağıq. Belə alındılar. İndi ora cem qoyacağıq. Və beləcə cem qoyuruq ortalarına. Məndə almanın pavidlasıdır. Ondan qoyuram. Paraq qoyaq, pişsinlər. Pişdi peçenyelərimiz. Belə burada da qoymuşam. Kakos da vurmuşam. Belə kakossuz da istəsəz kakossuz. Mənim kakossuz daha çox xoşuma gəldi. Sadəcə bir neçəsinə belə kakos elədim ki, kim istəsə kakos yesin, kim də istəsə elə də adicə belə cemli yesin. Belə çox qəşəng də alındılar. Altları da belə yanmadı, qəşəng oldu. Qəşəng qurabiyələr alındı. Kim istəsə bişirə bilər. Burada da xəmirdən biraz qalmışdı, belə forma var idi. Mən də onunla kəsmişəm. İndi də bunları da belə bişirəcəm. Və sonda istədim sizə peçenyələrin hamısını göstərim. Bu formalar belə alındılar. Belə. Eləsində oldu ki, belə buraları qopdu. Eləsində oldu, gözləri çıxdı. Amma
Belə forma alındı da yenə də pis alınmadı. Uşaqlar bəyəndilər peçenyeləri çox. Əsas da bu cemlini. Kakosdu üstünə elədik. Amma mən kakos elə də sevmədiyim üçün elə də bəyənmədim. Amma yəni eləmək olar. Belə lap qəşəngdir. Mən elə düşünürəm ki, belə lap qəşəngdir. Bişirən hər kəsə nuş olsun. Sağ olun.